Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. 4 günə yaş məsələlərini öyrənə layihəmizin sonuncu günündəyik. İlk 3 gün kanaldadır. Hər gündə 15 dənə sual izah eləmişik. Bu gün isə növbəti 11 sual izah eləyəcəyik və ümumilikdə bu layihədə siz 60 dənə sualın ətraflı və geniş izahıyla tanış olacaqsınız. Təbii ki, yaş məsələsini yaxşı bilən müəllimlər üçün bu təkrar, bilməyən müəllimlər üçün yeni qaydaların öyrənilməsi deməkdir. Vaxt itirmədən keçək suallarımızın izahına. Birinci sualdan başlayırıq. Zeynəbin indiki yaşı 3x minus 1, Leylanın indiki yaşı 5x üstəgəl 4-dür. Qeyd edirik. Zeynəb, buraya yazırıq Leyla. Zeynəbin yaşı 3x minus 1, Leylanın yaşı 5x üstəgələk 4. Davam edirik. Zeynəb 15 yaşında olduqda, yəni Zeynəbin yaşı 15 yaşa gəldikdə Leyla 7x olacaq. Dəyərli müəllimlər, dəfələrlə vurğulamışıq ki, iki şəxsin müxtəlif zamanda yaşlar verilibsə, çıxıb bir-birinə bərabər eləyəcək. Yəni tənliyi quracaq və məsələmizin həlli hazırdır. Zeynəb və Leylanın indiki zamanda olan yaşları fərqi, yəni Zeynəbin yaşından 3x minus 1-dən çıxıram Leylanın yaşını. Fərqi yoxdur. Burada Zeynəbdən Leylanı çıxırsa, gələcəkdə də Zeynəbin yaşına Leylanın yaşını çıxacaq. Əksinə, indi Leyladan Zeynəbi çıxırsa, gələcəkdə də Leyladan Zeynəbi çıxmalıyıq. Bərabərdir 15 çıxılsın 7x-ə. Tənliyi həll edəcək. 3x çıxılsın 1, çıxılsın mötərizəni vurub açsaq 5x minus 4 bərabər 15 çıxılsın 7x-ə. Buradan sağa sola keçsə tənliyimizi həll eləsək müəllimlər, 3x-dən mənfi 2x qalır. Bu tərəfə keçirmiş 7x bu bir tərəfə keçir. 5x bərabər 20. Yəni artıq tənliyi həll edə bilirsiniz. X də bərabər 4. X-in qiyməti 4-dür. Bizdən Zeynəbin indiki yaşını soruşur. Zeynəbin indiki yaşı da 3x minus 1-dir. 3 vurulsun 4 çıxılsın 1. 12, bir də çıxanda qalır 11. Doğru cavab Y variantı. Baxırıq ikinci sualımıza. Demək, Aqil və Nicatın indiki yaşları cəmi 46-dır. Aqil Nicatın bugünkü yaşında olduqda Nicat 14 yaşında olacaq. Ümumiyyətlə bu məsələlər normalda statistika göstərir ki, müəllimlərin çətinlik çəkdiyi tiplərdir. Kiminsə yaşına gəldikdə, yaşına çatdıqda bu tipli məsələlərə necə yanaşma ediləcək? Aqil, burada yazıram Nicat. Kiminsə, indi bunu biz bilirik ki, cəm veriləndə müəllimlər, bunun birini x götürürük, birini 46 minus x. Fərqi yoxdur, hansınsa yazsaq götürə bilərik. Amma bu tiplərdə əlavə bir qayda da demişəm ki, kimin yaşına çatdıqda deyirsə, Aqil Nicatın yaşına çatdıqda deyirsə, məsləhətdir ki, Nicatı x götürək. Aqilin yaşı da olacaq 46 minus x. Belə işimiz daha rahat olacaq. Niyə? Niyəsini qeyd edirəm. Bizə deyir Aqil Nicatın bugünkü yaşında. Aqil Nicat onda bura x rahat x yazaq deyə. Və Nicat da 14. Bir var bura 46 minus x, bura x yazaq. Təzədən bura 46 minus x daha çox qarışıq ifadə alına bilər də. Bax buna görə. Yenə də iki şəxsin müxtəlif zamanda yaşlarını bilirik. Nə edəcəyik? Çıxıb bir-birinə bərabər eləyəcəyik. Aqildən Nicatın yaşını çıxıb 46 çıxılsın x çıxılsın Nicatın yaşı, yəni x bərabərdir. X çıxılsın 14. Və buradan tənliyimizi həll eləsək, mənfi 2x bu bir tərəfə qalır, 14 də bu bir tərəfə keçir. 60 bərabərdir 3x, x də bərabər 20-yə. X-in qiymətini biz 20 tapdıq. Bizdən Aqilin indiki yaşı neçədir deyə soruşulur. Aqilin indiki yaşı 46 minus x idi. Yəni 46 çıxılsın 20, bu da bərabər 26. Doğru cavab elədi B variantı. Növbəti 3-cü suala baxırıq. 3-cü sualımızda da bunun kimi bir yanaşma var, amma yanaşma biraz da əlavə bir diqqət olunması məqam var. Aytən və Nicatın yaşları cəmi 24-dür. Qeyd edirik. Aytən, burada yazırıq Nicat. Burada kimlərdə eyni adı Aqil və Nicat idi. Burada Aytən və Nicatdır. İndi Nicat Aytənin yaşında olduqda, ona görə Aytəni x götürək, Nicatı 24 minus x götürək. Kimin yaşında oldu deyəndə o yaşında ona x yazırsan. İndi Nicat Aytənin yaşında olduqda, yəni Nicat x yaşında olduqda Aytənin dünyaya gəlməsinə 3 il var idi. Nə demişdik müəllimlər öncəki izahlarımızda? Kiminsə dünyaya gəlməsinə neçə il var idi deyəndə onu mənfi kimi qeyd edəcək və işimiz rahatlaşacaq. Yəni burada Aytənin dünyaya gəlməsinə 3 il var idi. Bu o deməkdir ki, Aytənin qarşısına
-3 yaza bilirik. Yəni -3 Aytənin dünyaya gəlməsini. Aydındır? Yəni bir insan bu dəqiqə dünyaya gəlməsinə 5 il varsa, o 5 il keçəcək 0 yaşına gələcək və 0, yəni demək -5-dədir. Bax bunu bu formada yaza bilirik. Yenə də iki şəxsin müxtəlif zamanda yaşını bilirik. Neyniyəcək müəllimlər? Çıxıb bir-birinə bərabər eləyəcək. Nicatın yaşından, yəni bu 24 çıxılsın x-dən Aytənin yaşını çıxırıq. Burada da yenə bərabərdir. Nicatın yaşından çıx -3. Burada sadəcə x çıxılsın -3-də diqqətli olun. Mənfini qarışdırmayın. Bu eləyir elə bil ki 24 çıx 2x bərabərdir. Mənfini də mənfiyə vuranda müsbət x üstə gələk 3. Sağa sola keçsə 2x bu bir tərəfə keçir. 3 bu bir tərəfə gəlir. Alınır 27 bərabər 3x-ə. Buradan da x bərabərdir 9-a. X-in qiymətinin 9 olduğunu tapdıq. Bizdən ilə Aytənin indiki yaşını soruşur. Aytənin indiki yaşı x, yəni 9. Doğru cavab elədir. Düz yazdıq. X-in qiyməti. Burada müəllimlər 21 eləyir bizdə. 27-dən 3 çıxanda, 24-dən 3 çıxanda 21. X də bərabərdir 7-yə. X də bərabər 7. C variantı. Elementar səhvliyə yol vermişdik. Tamam. Növbəti 4-cü sualla davam edirik. Yaşları 2 rəqəmlə dedilər olan 2 qardaşdan böyük olan AB, bura yazıram bu böyük olan qardaş, bu da kiçik olan qardaş. Böyük olan qardaş AB yaşında, kiçik olan BA yaşındadır. İndi 5 il sonra böyüyün yaşı, yəni AB üstə gələk 5, kiçiyin yaşının, yəni B üstə gəl A-nın, bunun da 5 il sonraki yaşından söhbət gedir. Yaşının 2 mislindən, bunun 2 mislindən bütövlükdə. 3 yaş az olacaq. Bu az olacaq, bu az olacaq. Onda bu çox olacaq. Bundan 3-ü çıxaram və bərabərliyi yazarım. İndi müəllimlər, gəlin bunu sadələşdirək. Birincini yazıram. 10A üstə gəl B üstə gəl 5. Bu 10A üstə gəl B-nin hardan yazdıq? 2 rəqəmli AB ədədinin açılışından. Bərabərdir 2 vurulsun. Bu mötərizədə B-A-nı yazıram. 10B üstə gəl A üstə gəl 5 çıxılsın 3. Birbaşa vurub açmadım. Yəni belə yazıram ki, görək hardan 20B və s. yazanda hardan alındığını görəsiniz. 10A üstə gəl B üstə gəl 5 bərabərdir. 2-ni vurub açırıq. 20B üstə gələk 2A üstə gələk 10 çıxılsın 3. İndi dəyərli müəllimlər, Alar, B'lər və məlumlar bir tərəfə keçir burada. Alınır nə? 2A bu bir tərəfə keçir. Alındı 8A. Bu 2A keçdi. Bu 10-adan çıxıldı. 20B bu bir tərəfə keçir. Alınır nə? Mənfi 19B. 10-dan 3-ü çıxanda 7 qalır. 5 də bu bir tərəfə keçir. 7-dən çıxılır, qalır 2. Yəni 8A çıxılsın 19B bərabər 2. İndi burada bizim bu aldığımız sonuncu ifadədə birbaşa analiz tələb edir AB-nin yerinə rəqəmlər yazmaq. Və təbii ki, çox böyük rəqəm kombinasiyası yoxdur burada. AB onsuz da rəqəmlərdir bizdə. B-yə məsələn 1 versək, B-yə 1 versək və burada da bir vacib də şərtimiz var. A böyükdür B şərtidir də. Çünki A böyükdür B-dən 2 rəqəmli ona görə böyük olmalıdır. İndi burada müəllimlər B-yə 1 versək 19. Burada nədən 19 çıxanda 2 qalır? 21-dən. 8 nəyəsə vuran 21 eləyir, yox. Demək B-yə 1 verə bilmirik. B-yə 2 versək, 2 dəfə 19 nə qədər eləyir? Bura elədi 38. 38-dən nədən 38 çıxanda 2 qalır? Demək burada 40 olub. Bəs yaxşı, onda A-nın yerinə nə yazsaq 40 eləyər, 8-ə vursaq. Demək A bərabərdir 5. Baxın, gördünüz? Yəni seçmə üsulu ilə həll elədik, rəqəmlər verdik və cavabımız alındı. Demək A-mız 5, B-miz 2 olacağı təqdirdə burada bu tərəf gəlib 2 alınır. O zaman A-nın qiyməti 5, B-nin qiyməti 2. Bizdən də nəyi soruşur? Böyüyün yaşını soruşur. 52. Böyük qardaşın yaşı C variantı. Müəllim, mən bunu bir cavablarla getdim. Yoxladım və s. və ilaxır. Yenə deyirəm, tövsiyə eləmirəm. Qayda qanununu öyrənmək lazımdır. Gəldik müəllimlər növbəti suala. 5-ci sualımız. A və B ölkələrində eyni zamanda fərqli təqvimlər qəbul olunub.
A ölkəsində x yaşında olan biri B ölkəsində x ilə B ölkəsində x yaşında olan birinin A ölkəsinə görə yaşları fərqi 12 olarsa. Gözəl sualdır. Sadəcə mahiyyətini dərk eləmək lazımdır. Demək, 2 dənə fərqli ölkədir. Məsələn, orada da adamın 20 yaşı var, x yaşı var. Məsələn, A şəhəri var, B şəhəri var. Elə burada qeyd olunub. Tutaq ki, A ölkəsindəki adamın 20 yaşı var, B ölkəsindəki adamın 20 yaşı var. Hər ölkəsinin təqviminə görə. Amma bu B ölkəsindəki adam A ölkəsinə gəlsə, bunların arasında yaş fərqi yaranacaq. Bura yazıram A, bura yazıram B. Onda belə çıxır ki, yaşları fərqi 12 olursa, tutaq ki, bunun birinin yaşı Y-dir, o birinin yaşı Y üstə gələk 12. Bu A şəhərinə görədir. A şəhərinə görə. İndi bunun ikisi də, bu şəxslərin ikisi də B ölkəsinə keçsələr, müəllimlər, B ölkəsində dəyişiklik necə olursa olsun, bunun ikisinə də tətbiq olunacaq da. B-yə də eyni formada, A-ya da eyni formada. Demək, bunların yenə də aralarındakı yaşlar fərqi 12 eləyir. Birinci həll qaydası budur. Y üstə gəl 12 və Y toplayıram. 2Y üstə gəl 12 bu cavablardan hansına bərabər eləyəcəm? Hansı tənliyi ödəyirsə, demək, cavab odur. Burada tənliyi ödəyən cavab eləyir 90. D variantıdır. Amma bunu bir-bir yoxlamaqdansa daha sadə bir qayda deyəcəm bu sual üçün. Burada yaşları fərqi 12 nə deməkdir? Demək, cütdür. Yadda saxlayın, sizə belə bir qayda deyəcəm. Dəyərli müəllimlər, fərqi cüt olan ədədlərin cəmi də hər zaman cütdür. Çünki fərq cüt olması üçün bunun ikisi də ya tək olmalıdır, ikisi də ya cüt olmalıdır. Və 2 tək və 2 cütün də cəmi hər zaman cüt eləyir. Bunu bir qayda kimi yadda saxlayın. Bir də təkrar edirəm. Fərqi cüt olan ədədin cəmi də hər zaman cüt olacaq. Və cavablarda cüt olan variantlar bir dənə D variantındadır. Növbəti 6-cı sualımız. Bu da maraqlı sualdır. 5 nəfərlik qrupda 2 nəfərin yaşları eynidir. Bu qrupda hər kəs özündən başqa digər 4 nəfərin yaşlarını toplayaraq 84, 84, 87, 97 və 100 ədədlərini deyirlər. Bu qrupda yaşları eyni olan 2 nəfər neçə yaşındadır? Baxaq, 5 nəfər hansılar olsun? A, B, C, D və Y. Bu qrupda hər kəs özündən başqa digər 4 nəfərin yaşlarını toplayır. Məsələn, A şəxsi özündən başqa digər şəxslərin yaşlarını toplayır. B üstə gəl, C üstə gəl, D üstə gəl, Y bərabər elədi 84. B özündən başqa digərlərini toplayır. A üstə gəl, C üstə gəl, D üstə gəl, Y bərabər 84. Sonra C özündən başqa digərlərini toplayır. A üstə gəl, B üstə gəl, D üstə gəl, Y bərabərdir 87. Sonra qaldı kim? C-ni dedik, A, B, D-yə. D özündən başqaları toplayır. A üstə gəl, B üstə gəl, C üstə gəl, Y. Ən sonda da Y özündən başqaları toplayır. Bu 97 elədir. A üstə gəl, B üstə gəl, C üstə gəl, D də bərabərdir 100. İndi baxın, müəllimlər, gözəlliyə fikir verin. Burada tərəf-tərəfə toplasaq, baxın, A1, 2, 3, 4. 4 dənə, hərəsindən 4 dənə olacaq. 4A üstə gələk, B burada 1, 2, 3, 4, 4B, üstə gəl 4C, üstə gəl 4D, üstə gəl 4Y bərabərdir. Buradakı ədədləri də toplasaq hamısını eləyər 452. İndi bunun hər birini 4-ə bölə bilərik və ya 4-ü buradan mötərizə xaricinə çıxarda bilərik. Qalar A üstə gəl, B üstə gəl, C üstə gəl, D üstə gəl, Y bərabər 452-ni də 4-ə böləndə alındı 113. Baxın, indi dəyərli müəllimlər, gətirib bir-biri yerinə yazıb hesablaya bilərik. Məsələn, A-nı tapmaq istəsək 113-dən, elə 2 dəfə 113-dən 84-ə çıxanda ədədlərimiz alınacaq. Məsələn, A-nı tapmaq istəyiriksə, B üstə gəl, C üstə gəl, D üstə gəl, Y nəyə bərabərdir? 84-ə. 113 çıxılsın 84 nəyə bərabər edir? 29-a. B-ni tapmaq istəyirik. Yenə də cəmdən 84 çıxacaqsan da 113-dən 84-ə çıxanda nə alınacaq? Yenə də 29. Demək, yaşı eyni olan 2 ədəd hansıdır? 29. Yəni 2 dəfə 84 eynidirsə, demək 113-dən də bu eyni ədədləri çıxanda fərq də eyni qalacaq. İndi deyə bilərsiniz, müəllim, elə bunları başdan birbaşa toplayıb 4-ə bölək. Tamam, toplayıb 4-ə bölə bilərsən, amma onu başdan niyə elədiyimizi bilməliyik. Niyənin də cavabı bax burada gizlənir. 7-ci sualda
maraqlı sualdır müəllimlər. Yaşları ardıcıl cüt ədədlər olan A, B, C, D və Y uşaqları arasında bir oyun oynayırlar. A, B, C, D, Y. Bunların aralarında yaş fərqi nə qədərdir? 2-2 gedəcək. Çünki ardıcıl cüt ədədlər 2-2 artır. Onda bunun x, bu x üstəgəl 2, bu x üstəgəl 4, x üstəgəl 6, x üstəgəl 8. Görün bunu indi necə rahat həll edəcəyik. Və təbii ki, kiçikdən böyüyə doğru yazılıb. Biz də bu sıralama ilə yazdıq. Cəm 240 ilə başlayır və əvvəlcə hər birində eyni sayda şar olur. Əvvəlcə hər birində eyni qədər şar varsa, dəyərli müəllimlər, biz 240-ı bölürük 5-ə, nə qədər eləyir? 240-ı 5-ə bölürük, eləyir neçə? 48. Bu x-lər burada bir x yazmasaq da olar. Yəni sadəcə göstərirəm ki, aradakı fərq nə deməkdir? Demək, onda bunun hər birində başlanğıcda 40 nəfərdir. İndi gəlin A üçün bunu hesablayaq. Bizə nə deyir? Hər birində 48 şar olanda bunlar oyuna başlayırlar. Daha sonra yaşı kiçik olan, böyük olanlardan arasındakı yaş fərqi qədər şar alır. Ən kiçik A-dır. Bu A B-dən nə qədər şar alacaq? A ilə B-nin arasında fərq nə qədərdir? X üstəgəl 2-dən x-ə çıxanda qalır 2. Yəni ardıcıl cüt ədədlərin arasında onsuz da fərq 2-dir. Yaxşı. Üstəgələk. A ilə C-nin arasında fərq nə qədərdir? A-da x-dir, C-də x üstəgəl 4. Demək aradakı fərq 4-dür. Üstəgəl 4. A ilə D-nin arasında fərq nə qədərdir? X 6. Demək üstəgələk 6. Y-nin arasında fərq nə qədərdir? Üstəgəl x ilə x üstəgəl 8-in arasında fərq 8. Bu bərabər elədi 68. Demək adı 68-dir. Gəlin B-ni hesablayaq. Bizdə B-ni soruşur. B də yenə 48 idi. Amma diqqətli oluruq. B digərlərindən fərqi qədər alanda, bəs bayaq A-ya da şar vermişdik. Onda 48-dən 2 çıxıram, A-ya verdi. Demək 2 şar A şəxsinə verdi. İndi B ilə C-nin arasında yaş fərqi nə qədərdir? 2. Onda demək C-dən 2 şar alacaq. X üstəgəl 2 ilə x üstəgəl 4-ün arasında fərq nə qədərdir? Üstəgəl 2-dir. Yaxşı. D-dən nə qədər alacaq? X üstəgəl 6 ilə x üstəgəl 2-nin arasında fərq nə qədərdir? 4. Onda buradan alacaq üstəgələk 4. X üstəgəl 2 ilə x üstəgəl 8-in arasında fərq nə qədərdir? 6. Demək buradan da üstəgələk 6. Bu çıx 2 üstəgəl 2 mənasını itirir. Burada da qalır 4 ilə 6, 10, 48 elədi. 58. Demək, yaşları arasındakı sıralama olan cəmi 240 şar ilə başlayan oyunun sonunda B-dən neçə şar olacaq? B-də 58. Əslində digərlərini də tapa bilər, amma ehtiyac yoxdur. Bu x-lərin yerinə istənilən ardıca 4 dənə cüt ədəd də yaza bilərsən. Bunu bu formada yazmaqda məqsəd onların arasındakı fərqin neçə olduğunu görmək idi. Keçirik növbəti sualımıza, dəyərli müəllimlər. Zəkanın yaşı Muradın yaşının 4 mislidir. Zəka, Murad. Muradın yaşı x olsun, Zəkanın yaşı 4x olsun. Muradın yaşı indiki yaşının 4 misli qədər artıqda. Muradın indiki yaşı x-dir. 4 misli qədər artanda olacaq 5x. Yəni x-dən 5x-ə gəlib. Nə qədər artıq? 4x qədər. 4x qədər. Artıqda ikisinin yaşları cəmi 65 olur. Demək bu 4x qədər Zəkanın da yaşı artacaq. 4x üstəgələk 4x bərabər olacaq 8x. Və ikisinin yaşları cəmi 65 olur. Bu 8x ilə 5x-in cəmini bərabər eləyəcək 65-ə. 8x üstəgələk 5x bərabər 65. Buradan 13x bərabərdir 65. X də bərabər 5. Bizdən Zəkanın indiki yaşını soruşur. Zəkanın indiki yaşı 4-dür. 4 dəfədə 5 eləyir nə qədər? 20. Doğru cavab C variantı. 9-cu suala baxırıq müəllimlər. 9. Günel, Sevinç. İkisinin indiki yaşları cəmi 13-dür. İkisinin indiki yaşları cəmi 13-dürsə, Günelin yaşını x götürək, Sevincin yaşını 13 minus x götürək. Şərtdə bizə deyir ki, Günel 1 il əvvəl, Sevinç 2 il sonra dünyaya gəlmiş olsaydı yaşları eyni olardı. Demişdik ki, 1 il əvvəl dünyaya gəlmək 1 yaş böyük olmaq deməkdir. Yəni adam 1990-da yox, məsəl üçün 1989-cu ildə də olur. Ona görə Günelin yaşını 1 yaş böyük götürəcəm. Sevinç 2 il sonra dünyaya gəlmiş olsaydı, demək adam 1990-da yox, 1992-ci ildə dünyaya gəlmiş olardı və yaşı az olardı. Bərabər olardı 13 minus x çıxılsın 2-yə. Bunu bu formada yazdıq.
Buradan x üstəgələk 1 bərabərdir 11 çıxılsın x, 2x bərabərdir 10-a, x də bərabər 5-ə. X-in qiyməti 5-dir. Bizə sevincin indiki yaşını soruşur. Sevincin indiki yaşı 13 çıxılsın x-dir. 13-dən 5-i çıxanda qalır 8. Doğru cavab D variantı. 10-cu sualımıza baxırıq. Bu da maraqlı sualdır. Elnur, burada qeyd edirəm Bəkir. Elnur x yaşındadır, Bəkir y yaşındadır. Elnur Bəkirdən böyükdür və bizə deyir ki, Bəkir Elnurun yaşına çatanda, yəni Bəkir x yaşında olanda ikisinin yaşları cəmi 22 olacaq. Bu tərəfdə cəmi 22 olacaqsa, bura yazıram 22 çıxılsın x. İndi burada nəyi tapırıq? İki şəxsin müxtəlif zamanda yaşları verilibsə, çıxıb fərqləri bir-birinə bərabər eləyəcəm. Elnur və Bəkirin yaşları fərqi x çıxılsın y bərabərdir. Bu bir tərəfdə 22 çıx x çıxılsın x. Bu fərqi yazıram. Fərqi yazandan sonra sadələşməmizi eləsək, çıx 2x bu bir tərəfə keçir, alınır 3x minus y bərabər 22. İndi buradan y-i tapaq. Y-i müəyyənləşdirək. Y bərabərdir. Çıxılan tapmaq üçün nə etmək lazımdır? Azalandan fərqə çıxmaq lazımdır. Y-imiz 3x minus 22-dir. Gəldik əsas vacib məsələyə. Dəyərli müəllimlər, bu kimin yaşıdır? Y 3x minus 22. Bu Bəkirin yaşıdır. Elnurun yaşı nə qədərdir? X. Yazıram Elnurun yaşı x. Bəkirin də yaşını x ilə ifadə eləsək 3x çıxılsın 22-dir. Hər ikisinin yaşını x-ə gətirəndən sonra müəllimlər Elnurun Bəkirdən böyük olduğunu da bilirik. Sadə bərabərsizlik kimi yazıb həll edəcək. X böyükdür 3x minus 22. 22 bu bir tərəfə keçir. 22 böyükdür 2x-dən. Hər tərəfini 2-yə bölsək 11 böyükdür x-dən. Başqa cür deyə bilərik ki, x kiçikdir 11-dən. İndi 11-dən kiçik olan ən böyük ədəd hansıdır? Yəni bu bərabərsizliyi ödəyən ən böyük ədəd 10-dur. Doğru cavab C variantı. Növbəti 11-ci sual. Ananın yaşı 3 uşağın yaşları cəmindən 5 dəfə çoxdur. Yazıram bura 3 uşağın yaşları cəmi x-dir. Və görürsünüz 3x yazmıram. Ehtiyac yoxdur. Yəni 3 uşaq olmur, 4 uşaq olsun, 2 uşaq olsun, 5 uşaq olsun. Bilmədiyimizi x götürürük. 5 dəfə çoxdur. Onda ananın yaşı olur 5x. 6 il sonra ananın yaşı olur 5x üstəgələk 6. 3 uşağın yaşları cəmi də x üstəgələk 3 uşaq olduğuna görə, hər biri də 6 il artdığına görə 3 dəfə 6 elədir 18. Ana və uşaqların yaşları cəmi 78 olarsa, bunları toplayıb 78-ə bərabər eləyəcək. 5x üstəgələk 6, üstəgələk x üstəgələk 18 bərabərdir 78. 6x bərabərdir 24 eləyir. 78-dən 24-ü çıxanda qalır 54. X də bərabərdir 9. X-in qiymətini 9 tapdıq. Bizdən ananın indiki yaşını soruşur, yəni 5x-i. 5-i də vuranda 9-a bərabər elədi 45. Doğru cavab A variantı. 12-ci suala baxırıq. Atanın yaşı 3 uşağının yaşları cəmindən 4 dəfə çoxdur. Ata, yenə də 3 uşağın baş hərflərini yazıram. Yaşları cəmi x-dir. Atanın yaşı 4x-dir. Uşaqların yaşları cəmi atanın yaşına çatdıqda 4x olduqda. Burada gəldik kulminasiya nöqtəsinə. İndi deyəcəksiniz müəllim, qaydalarda demiş x 4x-ə gəlibsə 3x qədər artıb, demək atanın üzərinə 3x gələcək. Amma elə deyil, dəyərli müəllimlər. Bilməli olduğumuz vacib cümlə nədir? X-dən 4x-ə nə qədər gəlib? 3x qədər. Amma bu 3x, 3 uşağın yaşları cəmi daxil. Ona görə hər biri 3 böl x qədər artıb. Demək, əslində x-dən 4x-ə gəlmək üçün 1x, hər uşaq 1x qədər artıb. Yəni 3 uşaq olduğunu. 1 uşaq olsaydı, 3 uşaq olduğuna görə aradakı fərq saya bölünür. X qədər. X qədər. Onda ata da x qədər artacaq, olacaq 5x. Və sonra atanın yaşı, yəni bu 5x. Uşaqların yaşları cəmindən bu 4x-dən 12 vahid çoxdur. Onda 12-ni bunun üzərinə gəlirəm. Buradan x bərabər 12 olduğunu tapıram. Ata neçə yaşındadır soruşur. Ata 4x-dir. 12-ni də vururam 4-ə bərabər eləyir 48. Doğru cavab D variantı. 13-cü suala baxırıq, dəyərli müəllimlər. Ananın yaşı 2 uşağın yaşları fərqindən 5 dəfə çoxdur. Ana 2 uşağın yaşları fərqi x-dir. Ananın da yaşı buradan 5 dəfə çox deyirsə 5x olacaq.
8 il sonra 5x üstəgələk 8, amma 2 uşaq olduğuna görə ümumiyyətlə yaş fərqi heç vaxt dəyişmir. Yəni 2 uşaq olduğuna görə birdən buradan çaşıb x üstəgəl 16 yazardınız. O cəm olsa olardı. Fərqdə özü olduğu kimi qalacaq. Yaşları cəmi yaşları fərqindən 6 dəfə çox olacaq. Yəni 5x üstəgələk 8 bu fərqdən 6 dəfə çox olacaq. Fərqi vururam 6-ya. X vurulsun 6. 5x üstəgəl 8 bərabər 6x isə buradan da x bərabərdir 8. X-in qiyməti 8-dir. İndi bizə deyir ki, ananın indiki yaşını soruşun. Ananın indiki yaşı da 5x-dir. 5 vurulsun 8 bərabər 40-a. Doğru cavab Y variantı. Növbəti 14-cü sualımız. Ana, ata və bir uşağının yaşları cəmi 77-dir. Baxaq. Ata, ana və bir uşaq. Yəni elə burada yazıram nə uşaq. İndi məsələyə çox yerdən giriş eləmək olar. Buradan giriş eləməkdə fayda var. Atanın yaşı ananın 6 il sonraki yaşına bərabərdir. Rahatdır bu. Demək ana x də ata 6 bundan 6 yaş böyükdür. Amma bunu bu hissəni ana ilə uşağın yaşını qurandan sonra qurmağımız daha bizim üçün uyğun olar. Ananın yaşı isə uşağın 4 il əvvəlki, uşağın yaşı x-dir. 4 il əvvəlki yaşı x çıxılsın 4. 2 misli 2 vurulsun x minus 4. 6 yaş çoxdur üstəgəl 6. Bunu lap sadələşdirək elədi 2x minus 4 üstəgəl 6. Bu da bərabərdir 2x üstəgələ 2. Demək ananın yaşı 2x üstəgələ 2-dir. Uşağın da yaşı x-dir. Sonra davam eləyirik. Atanın yaşı isə deyir, ananın yaşının 6 il sonraki yaşına bərabərdir. Bu cümləni necə başa düşürük? Bu cümləni belə başa düşürük ki, ata anadan 6 il çoxdur. 6 yaş çoxdur. 2x üstəgəl 6 da eləyəcək nə qədər? 2x üstəgəl 6-nın ananın yaşının üzərinə gələndə müəllimlər. Bizim burada elementar yox, böyük hesab səhvimiz olub. Mötərizəni vuranda 2x minus 8 yazmalıydı. Üstəgəl 6 müəllimlər burada yazıram. 2x minus 8 üstəgəl 6. Onda ananın yaşı olur 2x minus 2. 2x minus 2. Bundan 6 yaş böyük olduğuna görə 2x minus 2-nin üzərinə 6 gələcək. Bu da eləyəcək 2x üstəgələk 4. Atanın yaşı məlumdur. Ananın yaşı məlumdur. Uşağın yaşı məlumdur. Üçündə cəmi 77-dirsə, toplayıb hər birini 74-ə bərabər eləyəcək. Yazırıq buradan 2x üstəgəl 4 üstəgələ 2x çıxılsın 2 üstəgələ x bərabərdir 77-yə. 2, 2, 4 buradan 5x bərabər 75. X də bərabər 75-i 5-ə böləndə alınır 15. X-in qiyməti 15-dir. Bizdən atanın indiki yaşını soruşur. Atanın yaşı da 2x üstəgəl 4-dür. 2 vurulsun 15 üstəgəl 4 eləyir 34. Doğru cavab C variantı. Növbəti sonuncu sualımıza baxırıq müəllimlər. Yazırıq bura Xədicə, Məlahət. Yaşları fərqi 4-dür. Bu bir tərəfdə də yazıb ki, Məlahətin yaşı çox olarsa. Onda belə çıxır ki, Xədicənin yaşı x-dirsə, Məlahətin yaşı x üstəgələk 4-dür. Buna nümunə bayaq çox işlədik. 6 il gec tez doğulsaydı. Deyir bizə, əgər Xədicə 6 il gec, Məlahət 4 il tez dünyaya gəlsəydi. Xədicə 6 il gec doğulsa daha az olardı. Yəni yaşı 6 yaş az olardı. Onda Xədicənin yaşı x çıxılsın 6 olardı. Məlahət 4 il tez doğulsaydı, Məlahətin yaşı 4 yaş çox olardı. X üstəgələk 8 olardı. Olsa yaşları cəmi 38 olardı. Toplayıram, bərabər eləyirəm 38-ə. Buradan 2x bərabərdir 30, 36, x də bərabər 18. Bizdən Xədicənin yaşını soruşur. Xədicənin yaşı ilə x-dir. Doğru cavab A variantı. Demək dəyərli müəllimlər, biz yaş məsələləri 4-cü günün sonuna gəldik. Tam-tamına burada sizə 15 hər hissədə 15 dənə sual, ümumi olaraq 60 dənə sualın izahını verdik. Yenə təkrar edirəm, təbii ki 60 sual imtahanı hazırlaşırsınızsa daha çox sual işləmək lazımdır. Dərslərimizdə biz bu mövzuya aid ən azı 300, 200-300 sual işləyirik. Hələ sınaqlarda işlənən sualları qeyd eləmirəm. Kanala abunə olub paylaşmağı unutmayın. Bu hissədə də, bu gündə də neçə səhv, neçə düz olduğunu videonun rəy bölməsində qeyd edirsiniz müəllimlər. Kanala abunə olun, dəstəyinizi biz bu formada dəstək göstəririk. Sizin dəstəyiniz isə dediyim kimi kanala abunə olub paylaşmaqdır.
Dəstəyiniz davamlı olarsa, inşallah növbəti bölmələrin də bu formada izahını çəkib sizlərə təqdim eləyəcəm. Bir daha sağ olun müəllimlər. İnşallah növbəti izahlarda görüşərik. Hələlik.